Qazaxlı kümçülər də bu il yüksək məhsul gözləyirlər. Bəs hazırda ipək qurdunun bəslənilməsində proses hansı mərhələdədir? İzləyək. Qazaxlı kümçü Sürayyə Çobanova ailəsi ilə birlikdə baramaçılıqla məşğuldur. May ayının əvvəlindən 8 qutu ipək qurdu təhvil alan ailə bu ildə bol məhsul götürməyi planlaşdırır. 5 ildir bu işlə, barama yetişdirməklə məşğuluq. Qızlarım, yoldaşım, özüm məşğulam. Bu ailə təsərrüfatıdır. Bu il 8 qutu götürmüşəm. Hal-hazırda baramalarımız 4-cü yuxudan oyanıblar. Keçən 6 qutu götürmüşdüm. 350 kiloya yaxın barama verdim, təhvil verdim. Amma bu il 8 qutudur. Hal-hazırda fikirləşirik ki, 400 kilodan yüksək barama verməliyik. Və bunu istixanalarda qurudub bunun üstünə qoyuruq. Yəni qurd bu nəmliyi sevmir, rütubəti heç sevmir. İstiliyini tez-tez nəzarətdə saxlayırıq. 28 dərəcədən artıq istilik olanda istixanaları dayandırırıq ki, yəni ona maneçilik törətməsin. Artıq bir neçə gündən sonra ipək qurdları barama sarmağa başlayacaq. Bu mərhələdə ən vacib məqam yemin normaya uyğun verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın düzgün qurulmasıdır. Gün ərzində bir neçə dəfə barama qurdunu yemləyən kümçülər bu prosesə səhər saat 5-dən başlayırlar. Ötən ilki nəticələr bu il Qazaxlı kümçüləri daha da həvəsləndirib. Alməmməd Nəbiyev, Elmar Qasımov, ASTV xəbər.